Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Eliş ləqəbli tiktoker Elsəvər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ərzanətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra tiktoker son söz deyib. O 2 azyaşlı uşağın olmasını bildirərək məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib. Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Eliş ləqəbli tiktoker 3 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 1992-ci il təvəllüdlü Eliş ləqəbli tiktoker Elsəvər Nəbiyev ötən ilin noyabrında Nəsim rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Tiktokerin üzərinə baxış zamanı bir bükümdə kustar üsulla hazırlanmış 2,389 qram metamfetamin aşkar edilib. Eliş ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdən maddəsi ilə ittiham ilə sürülüb. Qeyd edək ki, Elsəvər Nəbiyev dəfələrlə TikTokda Eliş 020 adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb. TikToker bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.